Adəm əleyhissalam özü Allahın xüsusi əmri ilə yaradılıb. Bu təbii proses deyil, birbaşa ilahi qərardır. Adəmin maddəvi başlanğıcı torpaq vasitəsilə qəbul edilir. Bu o deməkdir ki, insanın maddi varlıq olaraq forma alması torpaqla əlaqələndirilir. İrfanda qeyd olunur ki, insan yalnız bir cisim deyil, o Allahın özünü tanımaq istəyi ilə özünü mövcud etmiş varlıqdır. Əllamə Təbətəbai Əl-Mizan təfsirində bu mövzuya geniş toxunur. Quranda Adəm ilk insani şuura malik olan insan kimi təqdim edilir. Bəni Adəm ifadəsi isə insan nəslinin Adəmdən başladığını göstərir. Əllamə Təbətəbai çox mühüm bir nüans əlavə edir. Yer üzündə Adəmdən əvvəl insana bənzər varlıqlar ola bilərdi. Lakin onlar tam insani şuura və ilahi xilafət məqamına malik deyildilər. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, Qur'anın bəzi ayələri belə bir ehtimal yaradır. Yer üzündə Adəmdən əvvəl də canlı və şuurlu varlıqlar olub. Məsələn, Qur'anda mələklərin bu sualı: yer üzündə qan tökən birini mi yaradacaqsan? Şəhid Mürtəza Mütəhərri şərh edir ki, mələklər qan tökmə xüsusiyyətini əvvəldən tanıyırdılar. Bu isə ehtimal yaradır ki, yer üzündə əvvəllər də şuurlu, lakin kamil olmayan insan növləri olub. Adəm əleyhissalam biologiyanın başlanğıcı olmaq məcburiyyətində deyil, amma insaniyyətin başlanğıcıdır. Klassik təfsirçilər deyirdi ki, Adəm və Həvvanın çoxlu övladları oldu. Sonrakı doğuşların qardaş bacıları bir-biri ilə evləndirildi. Şəhid Mürtəza Mütəhərri bu barədə yazırdı ki, əgər ilahi qanun müəyyən dövrdə belə bir evliliyə icazə veribsə, bu əxlaqi problem sayılmır. Çünki əxlaqın özü də ilahi qanunla müəyyən olunur. Əllamə Təbətəbai deyirdi ki, Qur'anda açıq şəkildə bacı-qardaş evliliyi yazılmayıb. Başqa ehtimalı mümkün sayaraq deyirdi ki, Adəmin övladları yer üzündə yaşayan başqa insana bənzər varlıqlarla evlənmiş ola bilər. Əllamə Təbətəbai qeyd edir ki, Qur'an-ı-Kərim bu mövzunu açıq şəkildə bəyan etmədiyi üçün qəti hökm vermək olmaz. İnsanın varlığı ruhani bir səfərdir. Başlanğıcı Allahdan gəlir və sonu yenə də ona doğru qayıdır. Qur'an buyurur, biz Allahdanıq və ona doğru qayıdacağıq. İrfanda qeyd olunur ki, insanın ruhu bir dairəvi səfər yaşayır. Mənşəyi Allahdır, dönüş də Allaha doğrudur. İnsan öldükdən sonra ruhunun başqa bir bədənə qayıtması və yenidən dünyaya gəlməsi xüsusilə Şiə irfanında ümumi qəbul edilməyib. Çünki Qur'anda insanın ölümdən sonra başqa bir mərhələyə keçdiyi deyilir. Onların qarşısında diriləcəkləri günə qədər bərzəx vardır. Yəni ruh yenidən dünyaya qayıtmır, başqa bir varlıq mərhələsinə keçir. Şəhid Mürtəza Mütəhərri yazır ki, ruhun eyni dünyaya təkrar qayıtması insanın təkamül sisteminə uyğun gəlmir. Çünki insanın ruhu hər mərhələdə irəliyə doğru inkişaf edir, geriyə qayıtmır. İnsanın ruhani yolunda ən böyük təhlükələrdən biri möcüzə və qeyri-adi hallara alidə olmaqdır. Əgər insan Allaha yaxınlaşmaq əvəzinə yalnız qeyri-adi təcrübələr axtarırsa, o artıq yolun məqsədini itirib.